Bismillah. İnsanlar nə vaxtdan bürc bilgiləri ilə məşğul olmağa başlayıblar. İnsanların bürclər, astroloji biliklər ilə maraqlanması çox qədim tarixə gedib çıxır. Təxminən 4-5 min il əvvəl. Harada başladı? Astrologiyanın ilk izləri qədim Mesopotamiya, indiki İraq ərazisi sivilizasiyalarında tapılıb. Orada yaşayan Şumerlər və daha sonra Babilonlular ulduzları müşahidə edirdi. Səma hadisələrini qeyd edirdilər. Bunları yer üzündə baş verənlərlə əlaqələndirirdilər. Əvvəlcə astrologiya fal yox, təqvim və hadisə proqnozu sistemi idi. Məsələn, müharibə, məhsul, hava. Bürclər nə vaxt yarandı? Bugünkü bildiyimiz 12 bürc sistemi əsasən Babilonlular tərəfindən formalaşdırılıb. Təxminən bizim eradan əvvəl 1000-ci illər. Onlar səmanı 12 hissəyə bölüb və hər hissəyə bir bürc adı veriblər. Sonra necə yayıldı? Qədim Yunanistan astrologiya burada inkişaf etdi. Xüsusilə Ptolemey astrologiyanı sistemləşdirdi. Onun əsərləri əsrlərlə istifadə olundu. Hindistan və Çin astrologiya müxtəlif formalarda inkişaf etdi. Hindistanda karma və tale ilə bağlandı. Çində fərqli heyvan sistemi yarandı. Orta əsrlər və sonrası astrologiya elm kimi qəbul olunurdu. Krallar və hökmdarlar astroloqlardan məsləhət alırdı. Sonradan xüsusilə elmi inqilab dövründə astrologiya elmdən ayrıldı və daha çox inançlar sahəsinə keçdi. Bugün astrologiya daha çox psixoloji və əyləncə məqsədli istifadə olunur. Amma hələ də milyonlarla insan maraqlanır. Qısa nəticə, astrologiya 4000 plus illik tarixə malikdir. İlk olaraq Mesopotamiyada yaranıb. Babilonlular bürc sistemini qurub, Yunanlar inkişaf etdi.